Ucuza bilet haradan alıram? Aviasiyasdan. Aviasiyasın web saytına daxil olaraq dünyanın istənilən bölgəsinə bilet ala bilərsiniz. Bitdi? Bitmədi. Videonu bəyəndinizsə davam eləyək. Yeni bir gündən hamınıza salam olsun. İndi hosteldəyəm. Hostelin oturmaq salonunu göstərəcəm sizə. Bura belə bir yerdir uşaqlar. Bura mətbəxdir. Burada yeməklərinizi bişirə bilirsiniz, yeyə bilirsiniz, içə bilirsiniz. Qabları yumaq şərti ilə. Bu qədər. Burası salondur, tualet, hamamdır. Yuxarı mərtəbələrə isə buradan liftlə çıxırsınız. Uzun sözün qısası, mən hara gedirəm? Mən Batu Caves deyirlər, səhv etmirəmsə, Batu mağaralarına gedirəm. Hansı ki, bir dəqiqə, Hindistanlılar üçün çox vacib bir yerdir. Hinduizm dini üçün çox vacibdir. Bilirsiniz, Hindistandaydım, Hindistan videoları çəkmişdim. Neysə, hostelimizdən çıxdıq. Hello. Dünənləri dəhşət yağış yağırdı. Mən taksidə buradan düşdüm. Ayağımdakı şəpşəpi çıxdı. Su apardı, getdim oradan tapdım. Neyse, uzun sözün qısası. Eynəyimi mi götürsəm hə? Gözümüz çıxacaq. Hanımlar və bəylər, gördüyünüz metro budur. Burada yerin üstü ilə gedir, qadan qalıb. İndi ora gedib minməliyəm. Sonra 2-3 stansiya getməliyəm. Düşməliyəm, 10 stansiya getməliyəm bildiyim qədərilə. Uzun sözün qısası. Yolumuz bir balaca uzundur. Hava da nəmlidir. Son olarak Kuala Lumpur'un bir yerini gösterdim size. Burada şəhərin bir tərəfidir. Haradır? Bintang bölgəsidir. Bintang deyirlər. Səhv etmirəmsə. Qardaşım, mən səhv gedirəm. Lənət də gəlsin, mən səhv gedirəm dostum. Dayanmadan yüksək mərtəbəli bina tikirlər. Şəhəri başdan sona yeniləyirlər gənclər. Bu pul hardan gəlir, nətər gəlir? Çox qəribədir. Bu da ən hündür binasıdır. Elə onun antena sözü boydadır. O da sayılır da binanın hündürlüyündə. O da hesablanır. Amma şəhər o deyil də, görürsünüz. Zir, zibil, yaman gündə. Singapurda ara küçələrdə o zir, zibili tapa bilirdiniz. Belə mərkəzi yerlərdə yox. Butik Bintang bölgəsindəyəm. Bura mərkəzi bir yerdir. Orada da yazılıb, görürsünüz. Amma gəl ki, zibil var. Qurban olan Bakıya, Bakının ən mərkəzində qardaş sən zibil tapa bilməzsən. Həqiqətən təmiz. Axır ki aldığım koyunu bu cürlə buradan vururam. Bu işləmir. Bura vururam. Bakın, açıldı. Açıldı, açıldı, açıldı. Aşağı. Bunlardan bayaq kömək istəmişdim. Sağ olsunlar, elədilər. Biraz şüərli elədim. Dedim, alamıram, qana. Başa salın. Ne olsun, kənddən kəsəkdən gəlmişik, bir adama başa salmaq lazımdır, örgətmək lazımdır. Çətindir dara. Dedilər ki, narahat olma, qadan qalayım, ağrın qalayım, ged oradan alas. Dedim, öpdürəm. Ürəyim. Bura çıxışdır böyük ehtimal, bizim çıxışda heç bir işimiz yoxdur. Biz getməliyik burada, Mandaraya. Mandaraya. Burada Mandaraya yazılmıyor. Möhfə yoxdur mu burada? Dəqiqə xala olur. Mandaraya. Ay, burada möhfəcək qoymuşlarım. Mandaraya. Mandaraya yoxdur. Səhv gəldi, bir dəqiqə. Düz gəlibmişik, boş-boşuna həyəcanlanmışıq. Deməli, burada iki tip yerüstü qatar var. Biri bayaq göstərdiyim idi, biri isə tam olaraq budur. Biz buradan minəcəyik. Neçə stansiya gedəcək deyim sizə. 3 stansiya gedəcək, 3 dayanacaq. Ondan sonra minəcək. Hansına? Batu Caves'ə minəcək. Batu Caves. Onunla isə 6 stansiya. Toplamda 9 stansiya. Vay, gəldin mi? Bu bizim deyil. Bizimki deyil. Burada bir lövhə tapsam yaxşı olardı. Bu xəttdə Hangtua xətti gedirik Bandaraya. Heç nə uşaqlar, hər şey okey, düz yerdəyəm. Qaqaşlardan soruşdum, qaqaşlar dedi ki, xaloğlu düz yerdəsən və sizə Malaziyanın iç yüzünü də göstərmək istəyirəm. Görürsünüz uşaqlar, o böyük binaların olduğu yerlər artıq yoxdur. Belə köhnə yerlər. İnsanları bu cürlə alladırlar, deyirlər inkişaf eləyir.
Vallahi Kuala Lumpur qurban olsun Bakıya. Bax Allaha and olsun deyirəm. Bakı çox gözəl şəhər. Yazarsınız altına ki, ənqənqəndə. Yox, elə ənqənqə söhbəti deyil. Elə bilirlər düşənlərə yol verəcəm. Həmən Bakıdan gəlirəm. Biz belə görməmişik. Biz görmüşük ki, birinci minənlər sonra düşənlər. O qədər. Zərifasız gördüm boşluqda, ona görə mindim. Oy, kürəyim ağırdı ya, hava da soğukdur. Hava nətər soğukdur, burada soğukdur. Buradan bir də çek edək. Bandaraya. Burası da Bandaraya. Vay. Yıxılmışdıq ha. Okey. Bir bunu silib eləyin də, bax, yox. Bu olur, nə olur bu? Okey. Oho, yıxılmışdıq. Gəldik Bandaraya. Şəhər necədir? Şəhər qəşəng görsənir buradan. Ya, çox böyük şəhərdir, həqiqətən böyük şəhərdir. Buradan indi getməliyik, hara deyəcəm. Elvan! Şəhər qəşəngdir uşaqlar. Buradan böyük ehtimal aşağı düşməliyəm, dəyişdirməliyəm, başqa bir sıraya keçməliyəm. Bunların naziri zadıdır, 100% gedir arxada. Oradan gəldim, o birisi tərəfi keçməliyəm böyük ehtimal, bunun içindən keçəcəm. İçindən keçəcəm dediyim, içindən gedəcəm. Batu Caves. Caves nə demək uşaqlar? Mağara. Gəlin birlikdə pələnglə İngiliscə öyrənək. Hara gedirəm, heç bir məlumatım yoxdur. Düz gedirəm. Hara gedirəm? Okey, buradadır. Bura gəlirmişəm. Yaşıllıq o qədər çoxdur ki, nəm çoxdur, nəm. Bizim yaz üçün darıxdım. İnşallah gəlir yaz, sağ-salamat görərik. O yazın ətri ki var ha. Amma uşaqlar, çox ciddi deyirəm. Yazda Aran bölgəsində bir ətri olur. Vallahi billahi deyirəm, axşam tərəflər çox xoşuma gəlir. Bəlkə də uşaqlıqdan öyrəşmişəm ona. Ya da kollektor qoxur, mən nə bilim. Gördüyümüz oldu, değil mi? Okey. Gəldik bura. Buradan bilet almalıyıq. Hardan almalıyıq? Buradan kartdan mı ödəməliyik? Ayrı bir kart almalıyıq. Bura bir information zat. Niye koymursunuz? Orada desem bir kardeş oturup. Kameranı söndürüyorum, narahat olmasınlar. Ondan sonra yolumuzu tapacağız. Biletin qiyməti də budur. 2.30. Mən bu qədər ucuz olacağını gözləmirdim. Nə yalan deyim, baha olacağını gözləyirdim. Okey. Burada aşığı ağlamaq tutur da ana. Deməli, biletimizi aldıq. Buradan skan elətdirik. Okey, qapımız açıldı. Allah bütün bağlı qapılarımızı açsın ay bibi. Hardan gedəcəyik? Batu Caves. Burada yazılıb. Onsuz da turistləri görməliyik məncə. Çünki turistik bir nöqtədir ora. 21 dəqiqə böyük ehtimal yol gedəcəyik. Bəli, turistləri gördüyümüzə görə düz yerdəyik. Lokal insanları az görürsünüzsə, turist çox görürsünüzsə bilin ki, düz gedirsiniz. Yolunuz açıq olacaq. Hava nəmlidir, hava. Oradakı şeyə baxın uşaqlar. Buğa baxın, bilmirəm kameraya görsənir ya yox. Buğ var orada. Batu Caves. Düz gəlmişik, narahat olmağa ehtiyac yoxdur. Qaydanda da eyni şəkildə gələcək. Yenə narahat olmağa ehtiyac yoxdur. Dünyadayıq, biz başqa bir yerdə deyilik. Bax, ventilator qoyublar bura, amma altında oturmayacaq. Ehtimal xəstələnərəm. Bəlkə də xəstələnəcəm. İmmunitetim düşüb aşağı. Kilo verirəm. Qatarımız gəldi uşaqlar. Bir dənə video var idi. Mən qaldım. Elə bir video olmalıydı. Qatarın arxasıca qaçır qaqaş. Neyse, qatarımız gəldi. Biraz qabaqdan minəcəm. Daha da oturmağa yerlərimiz də var. Bala gedəcək. Elə minib içərdən də göstərə bilərəm sizə. Batu Caves ya? No? Batu Caves? Tanjung Malim. Batu Caves. After this, Batu Caves. Next Batu Caves. Yeah. Okay. Bu Batu Caves'ti. Ay, az qalsı sən bilirdin. Thank you. Bilmədim. Ala deyim. Əmi deyim. Saçdın qaldı. Sağ olsun.
Bu Batu Case değilmiş. O turistler lom kimi getdilər. Üzü düz lom kimi getdilər. Vay 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 vay. Mindilər lom kimi getdilər Quran haqqı. Ay sağ olsun ya. O kız sağ olsun. YouTuber. YouTuber. Oh, good. Where Excellent. from? You enjoy? Where from? I'm from local. Local, good. Yeah. Are you Muslim, yeah? Sorry? Muslim? No, no Muslim. No? China? Chinese. Thank you. Chinese. How you say Chinese language? Hello? Ni hao. Ni hao. Ni hao. Ni hao. Ni hao. Thank you. Good. Enjoy your trip. Thank you. Thank you. Düzgün qatar geldi. Bu qatara binəcəyik. Görürsüz turistlər də var, yerli xalq da var. Hop. Biraz arxalara keçək. Burada da olar üstündə. Burada çökə bilərik. Sadəcə kondisioner çox soyudur içəridə. Adam istidən girir, üşüyür, donur hətta. Allah saxlasın. Nəsə ürəyə sıxılır elə bir. Yatmaq istəyir. İngilis dilində Allah saxlasın nətər deyirlər. Ya da ingilislər belə görəndə nə deyir uşağa yəni. Nəsə deməkdə, məsələn yemək yeyəndə deyirsən ki, nuş olsun. Hər ölkədə bu var. Polyaklar smaçnego deyir, ingilislər enjoy your meal deyir. Biz deyirik nuş olsun, türklər deyir afiyet olsun. Mən niyə bu qədər detay girdim bilmirəm, amma nəsə olmalıdır da Allah saxlasın nə deyirlər. O yazanlar var, qaqa sənin ingilis dilin pis deyindi, yazın aşağı, nə deyirlər. Səyahətlər zamanı maddi olaraq dəstək olmaq istəsəz, Coffee Al web saytından bir ədəd kofe ala bilərsiniz və ya açıqlama qismindəki linkə daxil olaraq həmin sayta keçid edə bilərsiniz. Gəldim həmin Batu Case'in olduğu yerə, hansı ki burada mağara var, o mağaranı göstərəcəm, amma bunların müqəddəs dediyi yerin vəziyyətinə baxın uşaqlar. Zir-zibildir, meymun var orada. Orada da var meymun. Bilmirəm görürsüz ya yox. Bax meymun orada zibilə eşir. Yəni bu Hindistanlardakı bu mədəniyyət çox qəribədir və mən sizə demişdim bu hardan gəlir. Hansı ki inanırlar ki, əsasən Qanga çayı var idi, Qang çayı. Qang çayını zibildədikləri zaman fikirləşirlər ki, ora heç bir şəkildə kirlənmir. Şiva onları qoruyur. Meymuna baxın orada. Bunlar biraz təhlükəlidir, o qədər də yaxın durmaq lazım deyil. Adamın dərisini soyub eləyirlər dişləri ilə. Çox qorxulu bir şeydir. Tamam, bura bazardır deyəsən, ya nədir bura? Orada insanlar yaşayır böyük ehtimal. Yəni burada yatırlar. Ətrafın zilinə baxın. Meymuna baxın bir tane. Pişik kimi, et kimi burada küçədə meymun görmək normaldır. Ya bu Hindistanlılar tükün biz oldu. Bax Hindistandakı günlərim yadıma düşdü. Ya qardaş bir əl atın, Allah haqqı bir sadə çəkməz 10 nəfər buranı tərtəmiz edərsiniz. Müqəddəsdir, hac deyilsiz bura. Bunların hacıdır da, yəni müqəddəs torpaqlarıdır. Müqəddəs yeridir. 400 milyon il yaşı var. 400 milyon il. 400 milyon mağaranın. Amma buranın tam olaraq yaşı 19-cu əsrdən hesablanır. Bilgilərini verəcəm. Ətraf budur. Qardaş, bu Hindistanlıların olduğu hər yer bərbaddır. Bərbad. Amma gəl get Singapurdakı Hindistanlılara bax. Dubaydakı Hindistanlılara bax. Elə bir disiplinə salıblar onları. Qətiyyən zibilləyə bilməzlər, ətrafı pis günə qoya bilməzlər. Hər yer tərtəmizdir. Yəni olduqları yer. Düzdür, qoxuları gəlir, istifadə elədiyi baharatlara görə, yağlara görə, amma disiplinə görə hər şey yaxşıdır. Məsələn, bir tanrı görürsünüz hal-hazırda. Hinduların tanrısı. Buradan girəcəyik. Qızıl deyil bu arada, qızıl rəngi ilə boyanıb, qızıla çalan tonlarla. Hə, bu da görsənmir. Bu da dediyim əsasən bunların tanrısı. Tanrısının adı nədir, nə tanrısıdır, onu deyəcəm sizə. Bunlarda çox tanrı var, fərqli tanrılar. Thank you brother. Namaste brother. Uşaqlar, belə bir şey aldım, bir də kofe aldım. Çünki səhərdən heç nə yeməmişəm.
güclü bir acılığı var. Eyni Hindistan. Hindistan qoxur buralar. Gedəcəm. Həmin tanrı görsənir uşaqlar. Bilmirəm, görürsünüz ya yox. Tam olarak burada. Burada normalde bazarlar da açılmalıydı ama niye yoktu, niye açmayıblar? Biznes mi ölüb? Ayda, düz Hindistan qoxur qardaşım. Hindistandakı günlərim yadıma düşdü. Tez burada çəkişi bitirib qayıdıb çıxıb gedəcəm. Bu meymunlara baxın. Hanım, bax oradadır bax. Qaqa, qəti yaxın durmamaq lazımdır o meymunlara. Görsən? Çox təhlükəlidirlər. Mən sevmirəm. Böyle böyük dişləri zadı var. Lazımdır burada, yəni hücumuna məruz qalaq. Görürsünüz. Ona görə ehtiyac yox. Bizimkisi göyərçin məyərçin. Bu nəyə görə deyirəm? Taylandda olanda orada bir qaqaş danışdı mənə. Dedi ki, oğlan əlini uzadıb nəsə vermək üçün. Oğlan bu dirsək tərəfdən dərisini biləncinə qədər soyubdur. Bunlar bir-birlərinə də elə zərər verirlər. Ona görə heç ehtiyac yoxdur. Heç özümüzü o temalara soxmayaq. Ağıllı başlı gedək, gəzək. Gördüyünüz kimi Batu Caves-in önünə gəlmişəm. İlk öncə ətrafı göstərim. Orada bazar var. Bazar yenə yaman gündədir. Zirzibildir. Bilmirəm, görürsünüz ya yox. Paltar satırlar əksəriyyət insanlar. Ərazi belədir. Əsas giriş buraydı. Biz yan girişdən girdik. Bazarın olduğu girişdən. Batu Caves. Bura haqqında məlumat verim uşaqlar. Bura 400 min illik bir yerdir. 400 min il. Kompleks olaraq, məbəd olaraq, inanc yeri olaraq 19-cu əsrdə Hindu taciri tərəfindən yaradılmış bir yerdir. Yəni günümüzə 19-cu əsrdən gəlir. Bu heykəl kimə aiddir desəz, bu heykəl Murgana aiddir. Murgan Hindu mədəniyyətində tanrı olaraq bilinir, döyüş tanrısı olaraq. Hündürlüyü isə 43 metrdir. Burada bir neçə Hindu ilə söhbət elədim mən. Onlar mənə dedilər ki, bəs bu qızıldandır. Dedim, basmayın. Hindistanda qızıl nə gəzir? İngilislər hamısını götürdü, apardı. Oradakı pilləkənlər, mərdivənlərin sayı isə 272 ədəddir. Tam olaraq mağaranın içinə girirsiniz. Mağaranın içində isə Hindu mədəniyyətinə aid olan tanrıların heykəlləri var, ibadət yerləri var. Ətrafda bu cür yerlər var. Ora bağlıdır. Səhərlər və axşamlar açılır, ibadət edirlər. Burada əslində bir məbəddir. Hindistanda da bildiyim qədərilə dini bölünmələr var. Bura Tamil Hindu mədəniyyətinə aid olan bir məbəddir. İldə bir dəfə festival keçirilir. O festivalda da zəvvarlar gəlir, buranı ziyarət edir. Hal oğlu, bir icazə verin qadan qızım. Vay, düşdü yerə, həmi götür onu. Üstümdə elektronika var, yoxsa yağışda çıxardım oranı, sərin-sərin. Burada bizim kimi insanlar sığınıbdır. Təbiət öz sözünü deyir. Belə olanda çox sevirəm. Təbiətdən qorxduğumuz ağlımıza gəlir. Yoxsa dünyanın hakimi kimi davranırıq. Görsən, bir balaca yağış yağır, hər kəs belə qaçışır qıraqlara. Belə. Tamam. Necə ki bizdə bölünmələr var bizim dinimizdə. Türklərdə də var bu. Türklərdə hətta nə qədər bölünmələri var bizdən fərqli olaraq. Bizdə sünni, şiə olaraq əsasən bölünür. Burada da, yəni Hindularda da Tamil deyə bir icma da var imiş. Siklər də var idi bu arada. Sikləri də göstərdim, amma o Hindu dini deyil. O ayrı bir din idi. Elədim. Mən niyə elə elədim? Belə, bilgilər çoxdur deyə, uşaqlar çox yer gəzirəm deyə bilgilər beynimdə qarışa bilir. Azərbaycan. Qazaxıstan. Necəsən? Yaxşısan? Yaxşı, özünü yaxşısınız. Mən də yaxşıyam. Qazaxıstan arası? Almatı. Almatı. Mən Almatıya gəldim. Qəşəydir. Good, very good. Bəyənirsən buraları? Beautiful, yeah? Do you like it, yeah? Yeah. Indoneziya тоже beautiful. Bali. Bali'dən gəldim bura. Super. Peki sen? Salam, Azerbaycan. Bir də de. Again? Again, yeah, again. Asıl zat. Yok, salam Azerbaycan again. Salam Azerbaycan again.
Demək istirdim ki, təkrar salam Azərbaycanda. Bir salam Azərbaycana. Belə. Burada da bir türk qardaşımızı tapdıq. Orada türkdür, biz də türk. Ev yoxdur, istansaq da problem deyil. Üstümdəkilər elə bir materialdandır ki, tez quruyur. Sağlıq olsun deyib, həqiqətən də sağlıq lazımdır. Səyahətdə çətin olur. İsti, soyuq, su, yağış, qar, boran demədən sizlərə hər şeyi göstərəcəm. Burada da göyərçinlər var. Siz İstanbuldan mı gəlibsiz? 272 mərdivəndir, yəni pilləkəndir. Bunu çıxmaq heç asan deyil, amma təbii ki də qardaşınız pələngdir. Məbədlərinin girişidir, yəni bu nədir belə? Bu zir-zibil. Hindistanlılar dəhşətdirlər, buna baxın. Belə də olmaz da qardaşım, belə də olmaz. Bananı yeyib kimsə atıb bura. Avropalı atıbsa ayıb olsun, Hindistanlı atıbsa ayıb olsun. Öz dini yerinizə hörmətiniz olsun. Özümü Rocky kimi hiss edirəm, hə? Hə Rocky, sən bacararsan Rocky. Qadan qalıb, çıx Rocky. Demək olar ki, bitirmişəm, az qalıb. Mənzərə isə bu cür nədir? Çox gözəl görsənir. Kuala Lumpur qarşımızdadır. Görürsünüz. Şəhərdən 15-20 kilometr uzaqdayım. Yavaş-yavaş yoluma davam eləyəcəm. Çıxdıq gənclər. 272 pilləkənin hamısını çıxdıq. Mənzərəmiz təkrar belədir. Qarşımızda isə belə bir mağara girişi var. Yenə hər yer zibildir. Hər yeri kirlədiblər. Nə olsun mənim dinim deyil. Amma bir diqqət gözləyir insan. Bu Şivadır deyəsən. Səhv etmirəmsə. Burada su da satırlar, hər şey var. Buradan mağaraya yavaş-yavaş giriş eləyək. Vay, çox qəşəng görsənir amma. Amma bu çox qəşəng mağaradır gənclər. Qəşəng, aydınlıq, çəkiliş eləyə biləcəyim mağaradır. Burada da yeni aksesuarlar satırlar, oyuncaqlar satırlar. Malazya'ya ait olan hər şey var. Hardasa 5-6 dəqiqəmi aldı 272 pilləkəni çıxmaq. Sizdə daha tez ola bilər, daha gec ola bilər. Vay. Bu çox gözəldir, bax. Qəşəng bir mağaradır. Bu Amerikanlı kaşif buranı necə tapıb? Yol yox, bir şey yox. Sən necə gəlib buralara çıxmışsan ay qardaş? Bu nə həvəsdir, bu nə şeydir? Bax buradan ayaqyalın bir şəkildə getmək lazımdır. Ayaqqabı olmaz deyə bir işarət var. Gedib orada məbədi ziyarət edə bilirsiniz. Bir də tək bura deyil, o mərdivəndən təkrar çıxırsan, gedirsən, bir yer daha var. Bax, xoruz zad var. Heyratıdır bu görən. Heyrat xoruz, mənim belə bir xoruzum var idi, öldü. Ölmədi, kəsdik, yedik. Çox gözəldir, çox. Həqiqətən çox qəşəngdir. Mən çox sevirəm də, belə çıxırsan. Dəyir məsələn, buna baxın. Çox gözəl görsənir, çox. Yenə burada da toyuqlar, xoruzlar var. Şurada toyuqları qurban eləyirlər. Nə bilmiyorlar. İbadət yeridir Hinduların. Tamılların, daha doğrusu Tamıl. Hindulara ait olan bir icmadır. Və bir məbəd daha qarşınızdadır. Oradan gəldim. Belə bir inanılmaz yerdir. Çox gözəl görsənir. İnanılmaz gözəl. O Hindistanlı tacir həqiqətən gözəl bir taktik eləyib. Görüb bunu, deyib bura belə sadəcə təbiət üçün qalmasın. Biz bunu dini fəaliyyətlərimizdə istifadə edək. Bu da Hindistanlıların din adamıdır. Göstərim belə sizə. Qardaşımız pulları sayır. Pulları dəstəklədi, qoydu ora. Hər dində olduğu kimi bu dində də pul demək olar ki, çox şeydir. Mən çox sevmirəm dinlərdəki pul məsələlərini.
pullaşdırmağı sevmirəm, yəni belə deyim. Mənim düşüncəm budur. Yardım eləmək, dəstək olmaq başqa bir şeydir. Toplanıb hər hansı bir kasıba əl tutmaq başqa bir şeydir. Amma bu iş biraz pulgirliyə də dönür. Təəssüf ki, onu heç sevmirəm. Qətiyyən sevmirəm. Burada da ayrı-ayrı ibadət bölgələri var. Xoruz da var burada. Yoxdur, bu xoruz deyil. Belə balaca uşaq tanrısı var. Bilmirəm, görmürsünüz. O Shiva olmalıdır, böyük ehtimal. Bu arada Hindistanlılarda qatar tanrısı da var, uşaqlar. Qatar, poyuz. Bildiyiniz qatar tanrısı var. Hindistanda qatar xəttləri çox inkişaf eləyib deyə fikirləşirlər ki, bunu insan eləyə bilməz. Bir tanrı olmalıdır, o tanrı eləməlidir. Belə bir bilgini də istədim sizlə bölüşüm. Bura çox gözəldir amma. Bura inanılmaz gözəldir, bax. Mən ən çox belə bir şeylərə bayılıram, ölürəm, bitirəm. Hə, belə şeylər də gözəldir, mədəniyyətdir, kültürdür, incəsənətdir. Yavaş-yavaş qayıdıram, burada bir şey göstərmək istəyirəm. Dubayda da var idi. Məsələn, bu vaqon, kompartman sadəcə qadınlar üçündür. Görürsünüz uşaqlar, sadəcə qadınlar minə bilir. Öbürsünə isə qarışıq və ya sadəcə bəylər minə bilir. Kuala Lumpura gələndən ilk dəfədir belə bir hava görürəm. Hava nisbətən açıqdır, nisbətən qəşəngdir. Böyük bir avtovağzal imiş buralar. Səhv gəlmiş ya deyəsən. Oradan da çıxa bilərdik, amma buradan gəldik. Yəqin ki, buradan çıxış var. O quşun səsinə baxın.